Bir neçə gündə Erdoğan'ı yamanlamaq yenə də trend olubdur. Kimin kimlə nə hesabı var, ikinci ovlaviyyətdədir. Oraya qədər ki, bizə ilgisi olmasın. Amma təxmin elədiyiniz kimi, bu savaşın da, rəsani savaşın da əsas səbəbi bizik. Təbriz və Azərbaycan. İstanbulda və Türkiyənin ümum şəhərlərində yaşanan etirazlar və keçdiyimiz günlərdə Urmiyədə olan hadisələr bu olanlar ilə irtibatsız deyil. Önümüzdəki dəqiqələrdə İstanbulda və Urmiyədə olanların və məxsusən Erdoğan'ın Təbriz kəlməsinin ağzına alması ilə başlayan bu yamanlamaların bir-birinin nə irtibatı var? Biz bu olayın, cəngin harasındayıq və harda ola bilərik, harda olmalıyıqla ilgili bir neçə cümlə sizinlə danışmaq istəyirəm. Xanımlar, bəylər, xoş gəldiniz. Mən Taha Kirmani, siz Şirincəyə baxırsınız. Fars mediasına və sərasəri cəryanlara baxsaz, adam zənn edər ki, Türkiyə bədbəxt olsa, İran xoşbəxt olacaq. Və ya İranın müşkülatı o zaman azalacaq ki, Türkiyənin müşkülatına çoxalsın. Bu mərzlikdən sizə danışıb yormaq istəmirəm, çünki bu özü müfəssəl bir məsələdir. Bu işin ayrı bir tərəfi ki, İstanbul Bələdiyyə Başqanı şərhdarının tutulmasından sonra başlayan etirazları nə qədər qolov eləyirlər və ya olduğundan fərqli görsədirlər. Orada siyasi amacları, niyyətləri nədir? Bu videonun bəhsi deyil. Amma neçə gündür ki, mən görürəm, məxsusən Twitter fəzasında çox da bilinən, məruf adamlar İranda Erdoğan niyə Təbriz dedi ilə ilgili bir tufan qopub və amandır Təbrizə sizə vermərik mübahisələr olur. Yalan yox, Təbrizə kim nə dedi axtarıb, bu hadisələrdən sonra bildim ki, 18 Marsda Türkiyədə nimadin bir yerə sahib olan Çanakkale zəfərinlə ilgili bir mərasimdə Erdoğan gəlibdir, gönül coğrafiyası dediği sərzəmini mənəvi, coğrafiyayı mənəvi tərcüməsini desək, orada kəlmələri işlətdiyində Çanakkale'də şəhid olanların adını tələffüz eləyəndə Təbrizin adını. Hürmetle yad ettik. Suriye'den Gazze'ye, Halep'ten Tebriz'e, Musul'dan Kudüs'e kadar gönül coğrafyamızın dört bir yanından şehitler Çanakkale'de koyun koyuna yatmaktadır. Bilenler bilir, Çanakkale çox nimadin və Türkiyənin istiqlalı ilə hardasa eyni mənaya gələn stratejik bir yerdir. Orada fərqli coğrafiyalardan gələn sərbazların o savaşda ölüb olduğu ilə ilgili rivayətlər var. Hətta məzar daşları da var. Bu məzar daşlarında bir çox sərbazın o cənglərdə öldüyündə adı yox, gəldiyi şəhərlər yazır. Misal üçün, Qudsu görə bilərsiniz, Bakını görə bilərsiniz, Təbriz də vardı orada. Taza bir məsələ deyil, illərdir ki, o məzarlar olduğu yerdə var. Amma Erdoğan'ın Çanakkale zəfəri 18 Mart sözlərinə, süxanranesinə Təbriz kəlməsinin yerləşdirilməsi əlbəttə ki, təsadüf deyil. Bu bir yerdə qalsın. İndi bir flashback vuraq keçdiyimiz günlərə, məxsusən Urmiyəyə. Urmiyədə bilirsiniz, təhvildən qabaq Urmiyə şəhrinin haşiyəsində təqribən bir, hətta əksər bəlkə 10.000 nəfərlik bir təcəmmü oldu və Kürdlər Təcəmmü-i Noruzi adı ilə Noruzu qutladılar. Mən qabaqca bu məsələ ilə ilgili bir video qoymuşdum, istəyənlər oraya baxa bilər. Amma orada indi artıq günlər keçincə arxayın bilirik ki, o təcəmmüyə, yəni o Noruzi, Kürdlərin Noruzi həmayişinə, o təzahüratına adını nə qoysaq qoyaq, mücəvvizdə
çox möhtəməldir ki, Tehrandan və müşəxxəsən Sipahi Qodsun dixaləti var idi. Bunların bir-birinə nə rəbti var soruşarsınız bəlkə. Bilirsiniz də İran məntəqəyi nüfuzunu əldən verdikdən sonra, məxsusən Suriyə cəryanından sonra Hizbullahın başına gələnlər, Həmasın məsələsi, İranın bu Hilal-i Şiə və ya Mehvər müqavimətində yediği zərbələrdən sonra bir də işin propagandasında, təbliğatında ciddi bir vəçhəsinin görüntüsü, mənzərəsinin xədşədar olduğunu görürük. Ona görə çalışır ki, bu məsələni bir şəkildə ehya eləsin. Yenə də hamımıza məlumdur ki, Suriyədə hər nə qədər İran uduzdu Bəşər Əsədin süqutu ilə, Türkiyə də bir o qədər qazandı və məntəqəyi müadilatda əlini gücləndirdi. Suriyənin yeni hakimi və ya yeni sistemində Ankara ilə paralel hərəkət eləməsi də hər halda heç kəsə sır deyir və burada bilirik ki, Türkiyə müşəxxəsən AKP hökumətinin necə əlinin gücləndiyini görürük. Geçdiyimiz həftələrdə Türkiyənin xarici vəziri Hakan Fidanın İrana yönəlik sözlərində də İranın içini qarışdırmaqla ilgili cümlələr qurduğunda da elə İran türkləri nəzərə gəlmişdi. Ona görə gözlənilirdi ki, İran bu mənada Türkiyəyə bir cavab versin. Cavabı bəli, Qərbi Azərbaycanda Azərbaycanı alət eləyib də Türkiyəyə verdilər zahirən. O cavab nə mənə idi? Kürdlərə orada bir imkan vermələri ki, təzahürat eləsinlər, Urmiyə Kürdistandır şüarları versinlər, Kürdistan pərçəmi qovzasınlar və öz zənnilərincə Sipahi Qodsun da bu orqanizasyondakı barmağını da nəzərdə aldığımızda görürük ki, İran bu rəqabəti məntəqəsində Türkiyəyə Urmiyə kanalından bir cavab vermək istədi. İdaməsində Urmiyə xiyabanlarında kiminə görə 100.000, bəlkə də daha çox da təxmin olunur, insan xiyabana gəldi. Türki hüviyyəti ilə yan-yana bir də bir Şiə hüviyyəti ilə bir cavab verdi, bir nümayişi qüdrəti xiyabani oldu. Millətçilər bu vəziyyətdən razı nəzərə gəlirlər, çünki Kürdlərin iddiahaya ərzisinə bir cavab vermə fürsəti tapdıqlarını düşünürlər. Tehranda nə müadilat, nə hesab kitab olunur, ikinci təcəmmü, yəni təcəmmü Ələvi və yaxud ad elə də çox mühüm deyil. Türklərin Urmiyədə xiyabana gəlməsi Tehranın böyük hesabının bir parçası idi. Olandan sonra ondan öz lehinə, xeyrinə bir şeylər qazanmağa çalışır ya yox, bu bir tərəfdə qalsın. Amma görünən budur ki, indi var olan meydanda əncam tapan şeydə İran çalışır ki, hər iki məsələni Ankaraya qarşı istifadə eləsin. Birinci, istədiyimdə Azərbaycan torpağında və Türkiyə ilə olan mərzdə Türkiyənin potansiyel müttəfiqi, hətta tarifsiz desək, əbzarı gördüyü türklər məntəqəsində, Urmiyədə Türkiyənin xoşuna gəlmədiyi sözlər deyirəm. Urmiyə Kürdistandır kimi Kürdlərin əli ilə. İkinci mesaj, yenə də Tehran bunu anlayırıq ki, indi deyəcəm hardan, ki, Urmiyədə çıxan türklər də sənin bəyəndiyin, Ankaranın bəyəndiyi modeldən yox, şiəçilik faktoruna təkid eləyən yenə də Tehranın mədarında çalışanlardandır. Biz ikisini də bilirik ki, Tehranda, Urmiyədə çıxan türk milləti nə Tehranın sözü ilə durub oturandır, nə Ankaranın qazını gələndir. Amma burada ibrazı vücuda fürsət axtaran türklərin əldə elədiyi, tapdığı fürsətdir sadəcə Urmiyə hadisələri, Urmiyə təzahüratı olduğuna görə orada gəldi sözünü dedi. İndi bu sözdən, ortaya qoyulan sözdən kim nə eşitmək istəyir, kim qarşı tərəfə nə cümləni bold eləyib göstərmək istəyir, o işin ayrı bir hesabıdır. Amma indi gələk Ərdoğanın sözlərinə. Bütün bu müadilat və rəqabət-i məntəqədə Ərdoğanın Təbriz kəlməməsini istifadə eləməsi əlbəttə ki, nə təsadüfdür, nə də şans əsəridir. Ankara belə bir tərcihi ortaya qoydu və idaməsindən çox cəlibdir. Zahirdə o hökumətin müxalifi kimi görünən, opozisyon kimi görünən çehrələr belə
gəlir buna etiraz edirlər. Mən tweetlərini orada burada qoyuram, sizə də bir yadavər olsun. İndi burada yine həman ədəbiyyatdan. Yəni çox zirəkanə bir şəkildə Erdoğan'ın sözünə, ki elə bir bətər söz də dərdi zaten Türkiyə öz dərdi başından aşkındır məxsusən bu günlərdə. Bəli, Təbriz cümləsinə verilən İran cənahından cavablarda bariz bir şəkildə İrandakı türklərin, Azərbaycan-ı Cunubinin kimin məramına görə nə cür adı ilə istəyə adlandırsan, bu həqiqət amma orada durur. İran türklərinin etnik hoviyyətindənsə məzhəbi kimliklərinə təkid elədiyini görürük. Cumhur İslamının sayəsində indi Azərbaycanda nə qədər şiəçilik məsələsi sabiq əhəmiyyətini daşıyır, sual yeridir. Oruçluqdur da, dövlət-rəfizə baxın. Dini məzaminin nə qədər porrəng olub olmadığını, sabiqə görə nələr, nə qədər fərq elədiyini siz öz müəmmüddət hafizəzə rücu eləmək ilə görəcəksiniz. Vəli, qarşı tərəfdə şiə alerjisinə istifadə eləyib Tehrandan verilən mesajlarda İran türklərinin şiə inancına təkid eləmək ilə özlərinə görə, öz meyarlarına görə bir dafiyə oluşturmağa çalışırlar. İndi bu Türkiyədə nə qədər işləyər, Türkiyədə nə qədər bunun arxa pərdəsini görən var, qulaq asan var ya yox, görüb bunu anlayırlar, o işin ayrı bir tərəfi. Amma bu tərəf Tehran belə bir mesajı vermək istədiyi aydın aşkardır. Fiilin adı qoyulmamış bu məntəqəyi rəqabətin bir parçası olan İran türkləri hər iki tərəfin yem olduğunu biz görüb anlaya bilirik. İnsafdan uzaq getməmək lazımdır. Türkiyə heç İran türklərinə sərahətən təkid eləməyi da istəmir bu mərhələdə. Ola bilsin ki, indi Türkiyənin Kürt məsələsi ilə ilgili bir şeylər vardı. Şəhərlərdə indi etirazlar vardı ki, bu etirazları İranda olan etirazlar cinsindən görüb anlamamaq lazımdır. İndi biz etiraza aç, ətəş olduğumuza görə kim xiyabana çıxırsa rejim çencə çıxdı anlayan bir kutəhbini də vardı İranda. Bu işin ayrı bir tərəfi. Türkiyə etirazları ilə ilgili mən fikrimi bəlli edəcək videolar çəkmişdim. Orada istəyənlər görüb izləyə bilər. Amma işin xülasəsi budur ki, biz, siz İran türklərindən başqa hər kəs bizim üzərimizdən bir hesab güdür və bir-birinə cavab verib bizdən maya qoyur. Bu işin ayrı bir tərəfidir. Urmiyədə mənə görə hakimiyyətin belə hesab eləyib təxmin eləmədiyi dərəcədə bir etiraz səsinin yüksəlməsi hər iki tərəfdə hesabı qarışdıra bilər. Daha doğrusu, təxəyyülləri ilə gerçək hesab arasındakı fasiləni xatırlatmış ola bilər. Yəni biriləri əgər İran türklərindən siyasi məntəqəyi rəqabətlərinə sui-istifadə eləmək istəyirlər, bu məsələni görüb xatırlamaları lazımdır ki, İran türkləri onun bunun oyuncağı deyirlər. Ola bilsin ki, imkanları məhduddur, özlərini yaxçı olduğu kimi doğru, ideal bir şəkildə ifadə eləyə bilmirlər ki, ciddi zəiflər vardı burada anlaşılan. Amma hər halükarda tərəflərin də görsədib iraya verdiyi modeldə ələ qolu dili bağlı da deyirlər. Bu da işin ayrı bir tərəfi. Amma bir neçə nöqtə ilə videonu qısaca qapatmaq istəyirəm. O da budur ki, anlaşılan önümüzdəki sürəcdə bu minvalda məntəqəyi rəqabətlərdə İran türkləri, yəni Güney Azərbaycan faktorundan istifadə olunacaq. Sui-istifadə olunacaq mən deyirəm, çünki heç kəs dədəsi xeyrinə bizi siyasi cümlələrinin arasına gətirib yerləşdirmir. Bunu görüb ərziyabı eləmək də çox sadədir. Tehranın əgər bizə canı yanırdı, hətta indiki Pezeşkiyan maşallah rəis cümhurdur, biz ana dili ilə ilgili tutumlarını keçdiyimiz aylarda məclisdə gördük və Pezeşkiyanın da performansını bu aylarda, bundan sonraki
sürəcdə də görüb dəyərləndirmək də bizim gözümüzün qabağında da görürük. Qarşı tərəfdə də bu nöqtəni ləhaz eləməklə ki, Türkiyə gəlib bizi qurtarmaqla mükəlləf deyil, elə bir vəzifəsi yoxdur. Üstünə vəzifə görənlər belə bunu bilirlər. Fərz eləyək ki, bəzi fantezi türk milliyyətçi, influencer səviyyəsindələrin göstərmək istədiyinin əksinə Türkiyədə İran türkləri ilə ilgili bu mənada ciddi bir planın olmadığını da illərdir apardıqları siyasətdə görüb izləyirik. Amma bütün müadilələrdə yeri boş olub və boş olmasının necə ağır bədəllərə səbəb olacağı aydın məsələ var. İran türklərinin Güney Azərbaycanın bir an öncə həm siyasət meydanında, həm media meydanında ciddi mənada olduğu kimi, həqiqi mənada və camiənin bütün təbəqələrini, bütün fərqli rənglərini təmsil edə biləcək layiq bir təmsilcisi yoxdur. Nə siyasət meydanında, nə də toplumsal meydanda və nə də rəsanədə. Bu zəifin sui-istifadə eləyənlərin nə qədər əlinə açıq qoyduğunu görürük. Urmiyədə millət cavabını göstərdi ki, bu sui-istifadə eləyənlərin çox da qazına gəlmir. Vəli bu tamamən hər zaman bu mənada belə sabit qalacağı mənada gəlməz. Gün gələr önümüzdəki aylarda çox möhtəməldir ki, İranda xiyabani etirazlar ola, ağlı başında bir müxalifət qrupu cəryanı gələr, xoşagəlim, modern, milli hərəkətin ortaya qoyduğu demodə işlevsəlsiz, dərdə dəyməyən, daha rahat kəlmələrlə deyim, dərdə dəyməyən söyləmin əksinə ciddi, dərdə deyən, modern, xoşagəlim, cavanpəsənd bir söyləm quftiman ilə qabağa gəlsə, o zaman Sarıbəzəngə biz görə bildik ki, Təbrizdə, Urmiyədə, Qoşaçayda, Zəncanda türklər elə bu cəryanın da peşindən düşürlər və etirazlarını o kanaldan dilə gətirirlər. Ona görə bu nüqtəyə də diqqət eləmək lazımdır ki, siyasət boşluq götürmür və bizim, sizin də tənbəlliyimizi dəyərləndirəcək çox qüvvələr var. Həm hökumətlər mənasında, həm də siyasi cəryanlar mənasında. Videonu burada bitirmək istəyirəm. Sağ olun, sağlıcaqla qalın, şirin çayla qalın. Videonu bəyənib dostlarınızla da paylaşmağı unutmayın. Sosial medyadan da bizi təqib eləyin lütfən. Sağ olun, sağlıcaqla qalın.